Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki mövzusu Azərbaycan təhsilinin və səhiyyəsinin ağır durumudur. Ümumiyyətlə, ölkələrin dövlət kimi yüksəlişinin iki təməl şərti var. Bunlardan biri səhiyyə, digəri təhsildir. Yəni, birincisi sağlam ruh, ikincisi sağlam fikir. Sağlam fikir olmadan sağlam ruh olmadan da sağlam düşüncə formalaşa bilmir. Bu, təbiətin əlahəzrət qanunudur. Azərbaycan təhsili son 30 ildə öz ağır uçurumuna doğru yuvarlanmaqdadır. Elə səhiyyəmiz də o gündədir. Səbəb isə sadədir. Təhsilimizdə və səhiyyəmizdə rüşvət başını götürüb gedir və yaxud da ki, at oynadır. Hətta şaha qalxır deyə bilərik. Azərbaycan təhsili və səhiyyəsi 30 il, 35 il bundan öncəyə, yəni Sovetlər dönəminə qədər adından hər yerdə söz etdirilmişdi. Azərbaycan alimləri və səhiyyə işçiləri SSR miqyasında adla tanınırdı. Ancaq bugün vəziyyət fərqlidir. Ona görə fərqlidir ki, biz müstəqillik illərində özümüzə doğru-dürüst yol seçə bilmədik. Eyni zamanda özümüzə yetərincə yadların bizə ayırdığı diqqəti ayırmadıq. Baxın, Sovetlər dönəmində hər kəs bizim əməyimizi ona görə yüksək qiymətləndirirdi ki, Azərbaycan təhsili və səhiyyəsi həmin şəxslərə nüfuz eləyəndə onlar bizim təhsil və səhiyyənin mövcud durumunu çox yaxşı qiymətləndirə bilirdilər. Ancaq özümüzü görə bilmədik. Ona görə ki, biz müəyyən qədər müstəqillik illərində çirkablaşdıq cəmiyyət olaraq və rüşvətə meyilləndik. Sovetlər dönəminin dağılması, ağır iqtisadi şərtlər, bazar iqtisadiyyatının ağrı-acılı keçidləri və kapitalizm dövrü. Kapitalizm dövrünün öz amansız qanunları var, bunu hər kəs bilir. Ancaq biz Sovetlər cəmiyyətinin, sosializm cəmiyyətinin nümayəndəsi olaraq çox sürətlə keçdik, dırnaq içərisində deyirəm təbii ki, bu cığıra, bu yola, eyni zamanda mərhələyə. Və hal-hazırda Azərbaycan təhsilində də, səhiyyəsində də hər kəs rüşvətin ağır durumundan danışır. Və eyni zamanda elə bir şərait yaranıb ki, bugün bir çoxları bizim səhiyyəmizə inanmır. Üst tuturlar İrana, Turana, başqa ölkələrə, gedib başqa yerlərdə müalicə alırlar. Tək imkanlı təbəqələrdən getmir, elə kasıblar, orta təbəqə nümayəndələrdə. Bəlkə də dünyada yeganə millətik ki, oxumamaq üçün pul veririk. Yəni, rüşvət veririk ki, mənə 3 yaz imtihandan keçim. Ali təhsil məktəblərində təəssüf ki, son 30 ildə vəziyyət bu cürdür. Bundan başqa, səhiyyəmizdə hər kəs müəyyən narahatlıq içərisindədir ki, səhiyyəmizin gələcək durumu ilə bağlı. Ki, həkimlər dərman biznesi ilə məşğuldular. Sağlam adamları da vurub öldürürlər. Necə deyirlər, dərman resepti ilə onların həm pulunu, həm canını soyurlar. Vəziyyətin bu yerə gəlib çatmasının səbəbi odur ki, 90-cı illərdə bu sosial-iqtisadi ağır durumlar Azərbaycanın beyin axınını xaricə bir qarın çörək pulu üçün ölkədən kənara sürüşlədi. Yəni, ölkədən kütləvi beyin axını baş verdi. Həm müəllimlər, savadlı insanlar, eyni zamanda səhiyyə işçiləri, indi onlar Qərbi Avropada, Yaxın Şərqdə, Uzaq Qərbdə, nüfuzlu universitetlərdə, təhsil ocaqlarında, səhiyyə müəssisələrində çalışırlar, özü də yaxşı maaşa. Bugün Azərbaycan həkimi demək olar ki, yaxşı maaş almır. Təkcə paytaxtda 1-2 bahalıq xəstəxananın çıxmaq şərti ilə. Onlar da özəl müəssisələrdir və elə hallar olur ki, bəzən bir müayinənin, bir günlük müayinə təxminən 2000, 3000, 5000 manata qədər gedib çıxır. İndi həmin xəstəxanaların adlarını buradan çəkib reklam eləmək istəmirəm. Amma rayonlarımızda, ucqar şəhər və kəndlərimizdə vəziyyət necədir? Ümumiyyətlə, xəstəxanalar nəinki dünya və Avropa standartlarına, bəzi hallarda heç ölkə standartlarına da cavab vermirlər. Bəzən balaca klublarda, üçün-üçə damlarda apteklər, tibb məntəqələri yerləşir. Məsələn, Azərbaycan ucqar rayonları var. Tovuz, Qazax, Qusar, Astara, oradakı tibb məntəqələrinə, yəni kəndlərdə, kiçik yaşayış məntəqələrində və hətta bəzən qəsəbələrdə yaşayış məntəqələrinə baxanda adamın ürəyi ağrıyır. Və xaricə beyin axını bu gün də davam edir. Yerdə qalanlar, buradakılar, həmin şəxslərin durumuna düşməmək üçün həm rüşvət alırlar, həm dərman biznesi ilə məşğul olurlar, ziyanlı dərmanların reklamına
reklamını eləməkdən çəkinmirlər. Bunu mən demirəm, bunu tamaşaçılarımız, izləyicilərimiz də təsdiqləyə bilərlər. Yeri gəlmişkən OTV-ni yenicə izləməyə başlayan tamaşaçılardan xahiş edirəm ki, videomuzu bəyənin, paylaşın və siz də səhiyyə və məktəblərimizdə hansı problemlərlə üzləşirsinizsə, onları şərh bölməsində yazın ki, gələcək verilişlərimizdə onları səsləndirək. Belə hörmətli tamaşaçılar, yəni səhiyyədən danışdım, məktəblərdə də vəziyyət olduqca acınacaqlıdır. Bugün valideyn, müəllim, şagird üçbucağı, koordinasiyalı üçbucağı demək olar ki, flic vəziyyətindədir. Valideynlər övlada tərbiyə nəzarətini itiriblər. Müəllimlər doğru dürüst tərbiyə metodlarını tapıb həmin şagirdlərlə işləyə bilmirlər və nəticədə belə acınacaqlı durumlar yaranır. Hansı acınacaqlı durumlar? Bu yaxınlarda baş vermişdi, yəqin xatırlayırsınız. Şagird müəllimə güllə atdı. Hələ də istintaq gedir yəqin ki, tam olaraq açılmadı onun üstü. Proses nə yerdədir? Cinayətin əsl səbəbi nə idi? Müəllim idimi, şagird idimi və s. axır. Doğrudur, müəllimə güllə atan şəxs həbs olundu, müəllim xəstəxanaya yerləşdirildi. Mənim məsələm, söhbətimin məğzi bu deyil. Mənim söhbətimin məğzi odur ki, niyə vəziyyət o yerə, o həddə çatmalıdır ki, Azərbaycanda şagird müəllimə güllə atmalıdır? Şagird məktəbə silah gətirməlidir. Şagird məktəbli belində bıçaqla təhsil ocağına getməlidir. Görün, bizim təhsilimiz hardan hara gəlib? Sovet dövründə, ondan əvvəlki dönəmlərdə müəllimin adı nə idi? Nüfuzu nə idi? Eləyə bilərdimi? Bu cür hallar baş verə bilərdimi? Milyonda bir. Ancaq indi məktəbli cinayətlərinin sayı get-gedə artır. Mən Sovet dövrünün, ümumiyyətlə, Sovet totalitarizminin qatı əleyhidarıyam. Ancaq bəzən o nifrət etdiyim sistemin belə indiki durum, müsbət məziyyətlərini nümunə göstərməyə məni təhrik edir. Çox təəssüf və acınacaqlı bir haldır. Bugün sadəcə yaxşı universitetlərdə imkanlı şəxslərin balaları oxuya bilir. Bugün Azərbaycan məktəblərində vəziyyət o gündədir ki, hazırlıqsız universitetə uşaqlar girməyə çətinlik çəkir. Çünki əksər məktəblərdə təhsil yoxdur. 20 sinif, bir sinifdə 25-30 uşaq olarmı? 8-8, 10-10 fin təhsil modelindəki kimi olmalıdır bizim məktəblər. Mən hətta tərəfdarıyam fin təhsil modelinə keçid eləməliyik, onu nümunə götürməliyik. Digər xarici ölkələrin təcrübələrini öyrənməliyik. Bugün məktəblərə də rüşvət ayaq açır, müəllimlərə hədiyyələr, dırnaq arası hədiyyələr formasında. Müəllimə ad günü keçirirlər, qızıl taxırlar, sırğa taxırlar, qiymətli zinət əşyaları. Biz hara gedirik bu yolla? Və yenə də deyirəm, rüşvətin iki başı var. Əvvəlki verilişlərimizdə demişdim. Alan və verən. Siz verməyin ki, onlar almasınlar. Biz öz taleyimizə, sabahımıza biganəyik, ona görə bu vəziyyətə düşmüşük. Ona görə bu vəziyyətdəyik ki, biz gələcəyimizi özümüz təyin eləmək istəmirik. Həmişə kiminsə ağzına, əlinə baxmışıq və buna öyrənmişik. Əgər 30 il, 20 il bundan əvvəl Azərbaycandan kütləvi beyin axını, ziyalı axını olmasaydı, bugün meydan baboşlara, nə bilim, bayram nurlulara qalmazdı. Bugün Azərbaycan efirləri bu vəziyyətdə olmazdı. Bugün Azərbaycan kəndlərində, şəhərlərində, mən tez-tez oluram kəndlərimizdə, şəhərlərimizdə. Hamı Azərbaycan televiziyalarını blok eləyib, bağlayıb əksəriyyət. Deyir, ailə ilə oturub bir verilişə baxa bilmir, yazılarına gələn danışırlar. Dövlət o boyda pul ayrılır, həmin pullar hara gedir? Yaxşı filmlər çəkilmir, öyrədici filmlər, tarixi şəxsiyyətlərimizdən bağlı və vəziyyət həddindən artıq kritik. Və xarici televiziyalara, telekanallara baxan tamaşaçı və yerdən qalxan uşaqlar, o gənc nəsil Azərbaycan dilində danışa bilmirlər. Əksəriyyəti ya rusca, ya türkcə, ya da başqa dillərdə danışır. Bax, bizim genofondumuz belə məhv olunur. Biz öz taleyimizin sahibi olmalıyıq və bunlara dur deməliyik. Bunlara necə dur deyə bilərik? Qışqıraraq, bağıraraq yox. Hər kəs özündən başlamalıdır. Hər kəs deməlidir ki, mən bugündən rüşvət verməyəcəm. Mən bugündən övladımın sağlam təhsil alması üçün vəsaitimi xərcləyəcəm. Və övladlarınızla vaxt keçirin, onların təlim tərbiyəsi ilə ciddi şəkildə məşğul olun. Ata-babalarınızdan nələri görmüsünüzsə onları təlqin eləyin. Əvvəllər ev uşağı ilə küçə uşağının tərbiyəsi dərhal seçilirdi, indi seçmək olmur. Jargonlar, qeyri-etik ifadələr küçələrdə havaya uçuşur, sərsəri güllələr kimi.
Və bu bir Azərbaycan vətəndaşı olaraq məni narahat edir. Çünki mən evimdə normal tərbiyə elədiyim uşağı da həmin cəmiyyətə buraxacam. Yəni bir sözlə rəhmətlik İlber Ortaylı'nın təbirincə desək, sənin cahilliyin məni narahat eləyir. Və biz müəllimə hörməti, həkimə hörməti yenidən qaytarmalıyıq. Əgər siz müəllimsinizsə, həkimsinizsə, evdən çıxarkən övladınızın, ailə üzvlərinizin üzünə baxın və rüşvət almamaq haqqında düşünün. Haram yeyən uşaqdan böyük ad sahibi olmaz, buna atalar deyil. Belə hörmətli tamaşaçılar, sağ olun, sağlam olun və fikrinizdən, düşüncənizdən də müğayət olun. Hələlik kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərh yazmağı da unutmayın.